Sadəlövhlüyündən istifadə edərək 1200 manatlıq analiz yazmaq olar, hansından ki 300-400 manat həkimin cibinə oturur. Klinika yiyələri də neynir? Yaxşı həkim, yaxşı kassası olan həkimdir, yaxşı müalicə edən həkim deyil. Geçən aptekdəki məsələn fulkanazol istəyirəm. Deyirlər ki 5 cür var. Həm Kiprin var, Türkiyənin var, Rusiyanın var, Ukraynanın var. Qiymətlər də fərqli-fərqli. 2 manatdan başlayıb, bəli, 9 manata kimi gedir. Almaniyada 1000-dən çox iddia oldu ki, xəstəliklər yarandı bu vaksinadan sonra və təbii ki, bu insanlar haqlı çıxdı. İnsanlar düşünür ki, mən bunun təhsilini almasam da olar. Gedib 5 il, 6 il tibb universiteti, bunun hələ bir var rezidenturası falan bunu oxumasam da, gedim 3 ay, 4 ay kurslar çıxıb ortaya. Onu fikirləşən insan özü də məntiq yoxdur. Onu Instagramdan tapmışdı həkim olaraq. Sonra bəlli oldu ki, ondan əvvəl klinikada mühafizəçi işləyibdi. Yaxşı, bəs həkimlikdə sertifikasiya və lisenziyalaşma məsələsi. Faytonçu Nazimin ödünü çıxardan məqamda qaraciyarını zədələyiblər. Murad Dadaşov xəstələnəndə imkanı olduğuna görə Avropaya gedir. Ən azı İrana və ya Türkiyəyə gedirsə müalicə olunmağa. Deməli, səhiyyənin vəziyyəti ruscadır hələ ki. Bakı reallığına baxırsınız. Mən İdris Cəfərov sizləri salamlayıram. Çox təşəkkür edirəm ki, bizə baxırsınız. Özünüzə də yaxşı-yaxşı baxırsınız. Amma yoxlayın, görün, bizi daim izləyə bilirsiniz. Yəni o zınqırovu basın. Biz də bugünkü mövzunu Cahaldan soruşaq ki, bugün nə məsələdir? Bugün istəyirəm ki, son illərdə əsasında ölkədə olan səhiyyənin vəziyyətindən biraz danışaq. Ayda, yaralı yerdir. Yaralı yerdir, əməlli yaralı yerdir. Çünki səhiyyə artıq dövr elə bir dövrə gəlibdir ki, adam bilmir hansı həkimin yanına getsin və həkimlə ümumiyyətlə pasientlər arasında müəyyən kommunikasiya problemləri də olur ki, etimadsızlıq var. Pasiyentlə həkim arasında etimadsızlıq var. Bəzi həkimlərdən də pasiyentə qarşı obyekt yanaşması var. Biraz süni intellekt də məncə bu işə öz təsirini göstərir. Təbii. Niyə? Çünki artıq öncəki dövrlərdə pasiyent gedib həkimin dediyinə inanırdısa, indi gedir həkimin dediyini bir dənə yazır ChatGPT-yə görüm, həkim nə dərəcədə düzgün deyir. Və həkimlərdə də bu qıcıq yaradır. Çünki həkim əgər əvvəl 15 dəqiqəyə bir pasiyenti qəbul edirdisə, indi deyir 1 saat vaxtım gedir. Çünki elə bil imtahandayam və suallara cavab verməliyəm. Elə öncə istəyirdim bundan başlayaq ki, ümumiyyətlə bu oxumuş pasiyent və həkim arasında kommunikasiya qırıqlığında sən hansı tərəfi daha haqlı görürsən? Mən hər bir halda pasiyentin tərəfindəyəm. Çünki təəssüflər olsun ki, son 10 illiklər ərzində həkimlər tərəfindən itirilən etimad, məsələ Akstafada arı vuran cavan oğlan allergik şok yaşayaraq onun bədəninə formalin vurublar. Ondan sonra allergik şokdan bu uşaq oyanıb və artıq dünyasını dəyişib həkimlərin savadsızlığına görə və ya amputasiya olan sağ ayaq əvəzinə sol ayaq kəsilməsi, səhv diaqnozlarla müalicə olunması faktorları çox olduğuna görə təbii ki, insanların belə deyək də bu vahiməsi və inamsızlığı əsassız deyil. İkinci tərəfdən Bakı böyük bir kənddir. 5 milyon əhali ölkənin yarısı bir şəhərdədir və hamı bilir ki, həkimlərin böyük əksəriyyəti yazdığı dərmanlara görə faiz alır, pul alır. Provizor sistemidir bu və burada biz nə ilə rastlaşırıq ki, artıq dövlət də bunu bilir və problem olaraq çözülməsinə çalışır. Yəqin yaxın zamanlarda dərman yox, molekula yazılacaq. Yəni dərmanın tərkib hissəsi yazılacaq. Artıq əczaçıya gedəndə hansı olacaqsa onu da alacaq adam. Çünki hal-hazırda məsələ yazırlar, deyirlər ki, səndə qan qatılığı var. İndi qida ilə əlaqədar hamımızda var. Deyirlər ki, get kardiomagnil al, iç. Kardiomagnil daha bahadır. 80 milliqramlıq uşaq aspirini ondan 10 dəfə ucuzdur və 120 tabletli də ala bilərsən. Yəni, bu bir sistem. İkinci, laboratoriyalar. Laboratoriyaya göndərilən, lazım olmayan analizlərdən həkim 30-40% arası pul alır. Və bugün istəyilən adamı gətir oturtur mənim yanıma, mən deyim ki, səndə zıyıl var, get papilomanın analizini ver. Gəl sənin şəkərini yoxlayaq, gəl xolesterini yoxlayaq, gəl lipidoqramma eləyə görək hansı pis xolesterin yoxsa yaxşı xolesterinin çoxdur. Yəni,
Bu dəqiqə istənilən adama sadəlövhlüyündən istifadə edərək 1200 manatlıq analiz yazmaq olar, hansından ki 300-400 manat həkimin cibinə oturur. Yəni bu hal-hazırda da deyə bilər ki, biznes çevrilib artıq. Bu analiz. Bu artıq biznesdir və Azərbaycanda biz gəldik bütün bu hallarla nəyə çıxdıq? Təbii ki, mənim həkim dostlarım da var, hansına ki mən inanıram və etibar edirəm. Çünki onların təhsili və utanmadan onların yanına dostlarımı da göndərirəm. Amma biz ona gəlib çatdıq ki, nəticədə biz xəstəxanaya getmirik. Biz həkim yanına gedirik. Bu həkim Semaşkada da otura bilər, bu həkim EG-də də ola bilər, həkim öz yerini dəyişir, biz həkimin yanına gedirik. də ola bilər, Bonadeyada da ola bilər və bu həkim oradan çıxıb sabah Neftçilər xəstəxanasına getsə yenə bu qapıdakı sıralama həkimin yanına gələn sıralamadır. Klinika yiyələri də neynir? Yaxşı həkim, yaxşı kassası olan həkimdir, yaxşı müalicə edən həkim deyil. Və klinikada görür ki, bu adam işləyir EG-də, qapısında sıralama var. Gəl mən buna daha çox pul verim, Bakı sağlamlığa gətirim. Artıq həkimlərin transferi ilə məşğuldular, həkimləri cəlb edirlər. İndi bu dərmanlara da gəldikdə, əgər analizdə, yaxşı, tamam, mən 1000 manatlıq lazım olmayan analiz verdim, həkim oradan 300-400 manat pul qazandı. Bunun mənə bir ziyanı olmadı da, mən bildim ki, nə var, nə yoxdur. Və lazım olmayan nə isə də bildimsə. Lazım olmayan dərmanlar yazılanda, dərmanlar iki yolla çıxır. Ya qaraciyərdən, ya böyrəkdən. Tədricən bizdə nə qədər dializ xəstəsi var? Bunun səbəbi kökü nədədir? Dərmanları vitamin kimi içməkdir. İnsanların yaşlı nəsil nümayəndələri var, deyir, nə içirsən? Deyir, ürək dərmanıdır, mənə yaxşı təsir. Deyir, ver bir dənə də mən içim. Bunun əks təsiri var. Yaxşı, bəs farmakologiyanın vəziyyətini istəyirəm biraz deyinək, elə əzraçılığa. Burada əsas, belə deyim, qayəm nədəndir? Məsələn, bayaq dediyimiz kimi o dərman tərkibi molekul məsələsi. Məsələn, deyək ki, fulkanazol yazılır. Məsələn, göbələk eləyinə bilirik ki, antibiotik, köhnə protokolu idi ki, burasında ilk ağlıma gələn deyirəm ki, məsələn, fulkanazol, getsən aptekə ki, məsələn, fulkanazol istəyirəm. Deyirlər ki, 5 cür var. Həm Kiprin var, Türkiyənin var, Rusiyanın var, Ukraynanın var. Qiymətlər də fərqli-fərqli. Deyək ki, 2 manatdan başlayır, bəli, 9 manata kimi gedir. Və ümumiyyətlə, məsələn, sən özün, deyək ki, hansısa bir dərman əldə etmək istəyirsən. Doğrudan Azərbaycan farmakologiyasına güvənirsən bu dəqiqə? Mən bu dəqiqə onunla ciddi mübarizə gedir və əgər şəbəkə aptekdirsə, mən aptekdən gedib rahatçılıqla alıram. Azərbaycanda bu dəqiqə dərmanı qeydiyyatdan keçirmək üçün bu dərman yanılaram, deyəsən 4 və ya 5 Avropa ölkələrində satışda olmalı dərmanlar olmalıdır. Yəni, əgər mən Azərbaycana dərman gətirmək istəyirəmsə, mən gəlirəm ki, mən bu dərmanı gətirəcəm Azərbaycana. Deyirlər, yaxşı, və bu dərman Avropa, 27 Avropa ölkəsindən 5-ində hansında satılır, yoxsa 4-ündə də, indi dəqiq bilmirəm. Artıq deyirəm, İtaliyada satılır, Fransada satılır, nə bilim, filan yerdə. Artıq ondan sonra mənə icazə verirlər ki, mən onu qeydiyyatdan keçirim. Artıq şirkət olaraq mən sabah o istehsalçıya deyib onun içindəki molekulaları azalda bilərəmmi, ya bilmərəmmi? Yəqin ki, Ukraynada bilərəm, amma Türkiyədə bilmərəm. Hardasa, bəlkə Türkiyədə də bilərsən, amma Fransada bilməzsən. Yəni, bunların artıq bu yönetimləri var. Ümumiyyətlə, çalışıram ki, dərman içməyi minimallaşdırasan. Çünki istənilən dərmanın təbii ki, əks təsiri var və bu milyardların bir toplandığı bir sahədir. Farmakologiya, Pfizer var, Johnson & Johnson var, Ozempic var. Pandemiya vaxtında nə qədər adam vaksina oldu və Almaniyada 1000-dən çox iddia oldu ki, xəstəliklər yarandı bu vaksinadan sonra və təbii ki, bu insanlar haqlı çıxdı. Yəni, Almaniya məhkəməsi hansına ki, biz yəqin ki, inanırıq, bir çox halda insanların xeyrinə qərarlar çıxartdı və bu da onu göstərir ki, şəxsən mənim fikrimcə, vaksina olunmayanlar olunanlara nisbətən daha düz addım atdılar. Ölkədə kifayət qədər bu mövzuda böyük skandallar yaşandı, hansı ki, diplomsuz həkimlərin fəaliyyəti, ən çox da əsasən plastik cərrahiyyə, kosmetologiya, bu kimi, belə deyək, sırf plastik əməliyyatlar üzərində olan diş həkimləri var, həddindən artıq. İmplantoloqlar, diş həkimləri falan. Çünki bilirik ki, bunun üçün, belə deyək, nəzəri tərəfindən daha çox, praktiki tərəfi daha önəmlidir deyə. İnsanlar düşünür ki, mən bunun təhsilini almasam da olar. Gedib 5 il, 6 il tibb universiteti, bunun elə bir var rezidenturası falan, bunu oxumasam da, gedim 3 ay, 4 ay kurslar çıxıb ortaya. Bu cinayət işidir. Onu fikirləşən insan özü də məntiq yoxdur, bu cinayət işidir. Sən indi hansısa bir liposaksiya əməliyyatı eləyə bilərsən, amma ki, bunu dediyim kimi, sən nəzəri tərəfini də bilməlisən ki, bunun yan fəsadları ola bilər, hamıya fərdi yanaşmaq lazımdır.
atıram gəlir elə 2 nəfər də pasiyentdir. İkisi də məsələn 100 kilodur. İkisi də eyni əməliyyat elətdirmək istəyirlər. Fikir ikisi üçün də eyni əməliyyat eləyə deyil də. Bunun analizləri fərqlidir. Birinin şəkərli diabeti ola bilər, başqa. Ümumiyyətlə mövzunu toparlasaq, diplomsuz həkimlərin fəaliyyəti tendensiyası nə vaxt ortaya çıxdı və bu mövzuda həkimlərin blogerlik fəaliyyəti də öz köməyini göstərdimi vəziyyətin bu hala gəlməsi? Əslində həkimlərdə mən sizi inandırım, savadlı, bilikli, yaxşı həkimlər var ki, o blogerliyi edə bilmirlər, ona görə də uduzurlar. Həkimlər var ki, blogerliyi var deyə qapısında sıralama var. Bugünkü gün yenə deyirəm, özəl klinikada yaxşı həkim müalicə statistikası aparılmır ki, bu həkimin yanına 100 nəfər xəstə gəldi, 100-ünün 90-ını müalicə elədi. Deyirlər, bu həkimin yanına 100 nəfər adam gəldi, analiz də yazdı, dərman da yazdı, MRT-yə də saldı, UZI-yə də saldı və xəstəxananın kassasına 100.000 manat pul gətirdi. Bu çox yaxşı həkimdir və bunun uğrunda mübarizə gedir. Yaxşı həkim bu göstəricilərə görə seçildiyinə görə bu yaxşı siyasına təbii ki, diplomu olmayan və ümumiyyətlə həkimlik eksperimentini aparan insanlar da başladılar ortaya gəlməyə. Mənim dostuma bir nəfər həkim saç əkmişdi. Necə onu Instagramdan tapmışdı həkim olaraq. Sonra bəlli oldu ki, ondan əvvəl klinikada mühafizəçi işləyibdi. Mən dedim, qardaşım, bu sənin başıma YouTube'a baxıb əkibdi saçı və biz ondan sonra elə bu gülərək danışırdıq ki, YouTube'a baxaraq saç əkən həkim. Sonradan bəlli oldu ki, o küllü miqdarda dələduzluq edib, nə qədər adamın başını pis günə qoyubdu, yəni insanları başına oyun açırdı, amma işlədiyi klinikaya yəqin həmin müddətdə pul verdiyinə görə onun heç bir baş ağrısı və problemi olmadı. Təəssüflər olsun ki, böyük gəlir olan sahələrdə bu cür dələduzlar həmişə olur və həkimlik də istisna deyil. Yaxşı, bəs həkimlikdə sertifikasiya və lisenziyalaşma məsələsi? Əslində bu dövlətin nəzarətidir, çünki burada artıq dövlət, bəziləri həkimlər şikayətlənirlər ki, bu nədir, bu pul yığmaq üçün bir mənbədir. Amma ikinci tərəfdən dövlət burada çalışan həkimə görə məsuliyyəti öz üzərinə götürür. Əgər bu həkimə lisenziya verilibsə, deməli mən bunun diplomunu da yoxlamışam, təcrübəsini də yoxlamışam, bəlkə şirinliyini də almışam, amma mən sənə görə məsuliyyət daşıyıram ki, bu həkimin lisenziyası varsa, get, inşallah yaxşı olar. Amma yenə də gəlib çıxırıq, inşallah yaxşı olaraq məsələsinə. Çox bahalı, Azərbaycanın ən nüfuzlu klinikalarının birində 3 nəfərdən şikayət gəlib Almaniya klinikasına ki, əməliyyat olunubdur. O qoyulan o titan hissəcik bədənin içində qırılıbdır. Bəlli olub ki, həkim istifadə, bu Almaniyadakı professor, həkim danışır bunu. Azərbaycanlı bir adam var, orada travmatologiya şöbəsinin müdürüdür, Berlində ən nüfuzlu klinikalardan birində. Deyir, bəlli olur ki, bunu Çin istehsalçısından alıblar və bu hələ sınaqları keçməyibdir. Yəni sadəcə bu indi cərrahiyyə də bu dəqiqə cərrah həkimlər digərlərə nisbətən daha çox pul qazanırlar. Ona görə biz nümunələr görürük ki, faytonçu Nazimin ödünü çıxardan məqamda qaraciyarını zədəliyiblər, qaraciyarını dağıdıblar. Sonra, yəni Nazimin bugünkü gün sağ olması İsrail və Türkiyə tibbinin sahəsindədir. Bugünkü gün Allah canını sağ eləsin, çox hörmət etdiyimiz, çox dəyərli Murad Dadaşov xəstələnəndə imkanı olduğuna görə Avropaya gedir. Bəli, çünki yaşamaq istəyir. Bugünkü gün pulu olan adam əgər ən azı İrana və ya Türkiyəyə gedirsə müalicə olunmağa, deməli səhiyyənin vəziyyəti Ruscadır hələ ki. Türkiyə, təbii ki, Türkiyə tibb məktəbi, uzmanlıq məktəbi müəyyən qədər bizə müəyyən sahələrdə həkimləri yetişdirdi, verdi. Amma yenə də seçim varsa, insanlar gedirlər, Türkiyədə istər xərçəng xəstəliyinə görə çox gedirlər, ürək əməliyyatlarını bizdə artıq peşəkar dərəcədə edirlər. Çünki artıq bu məktəb formalaşıb. Amma bizdə məsələ uşaq kardiologiyası demək olar 0 dərəcəsindədir. Mən xatırlayıram ki, Ukraynaya gəlirdilər. Neyroxirurgiya indi başlayır nəsə hardasa bir işıq üzü verməyə. Təbii ki, cavan ölkəyik. Yəni müstəqillik tariximizə baxsaz ki, çalışırıq və problem də digər tərəfdən bu yaxşı həkimlər var. Biz indi səhiyyəni
elə mövqeyə qoyduq. Son bir neçə il ərzində 3000-dən çox Azərbaycanlı həkim Almaniyaya gedibdi. Yəni Alman dili öyrənib və Almaniya səhiyyəsində çalışmağa başlayıb. Təbii ki, yaxşı həkim də yaxşı qazanmalıdır ki, klinikanın müdiriyyətinin, biznesmenlərinin oyununun qurbanına çevrilməsin. İstər dərman satan, istər laboratoriyaların, istər klinika işlədənlərin bir əlində pul qazandıran bir detala çevirir həkim. Və bu da bunu yaşamaq istəmədiyinə görə deyir, gedim Almaniyada işləyim, gedim Türkiyədə işləyim. Türkiyə özü dünyada tibbi turizmə görə 7-ci yerdədir. Bu çox yüksək göstəricidir. Yəni, qiymət və keyfiyyətə görə və standartlara görə, John Hopkins standartına görə Türkiyədə neçə dənə klinika var. Acıbadəm olsun, Memorial olsun, Americana olsun və təbii ki, insanlar bu qiymətə, bu cür keyfiyyəti ala bilir deyə dünyada 7-ci yerdədir Türkiyə. Yəni, ümumi tibbin göstəricisine görə biraz daha aşağıdır, amma tibbi turizmin göstəriciləri budur. Və biz ümumdünya səhiyyə reytingində Azərbaycan tibbinin mövcud yerinə baxsaq, yerimiz çox aşağıdadır. Yəni 80'lərdəyik. İndi hər il dəyişir. Axırıncı mən bilən yanıla bilərəm, amma axırıncı statistikada Azərbaycan 81-ci yerdədir. Burada 3 meyar var. Tibbi personalın səviyyəsi, yəni dərəcəsi, tibbi avadanlığın müasirliyi, yeri gəlmişkən tibbi avadanlığa görə Azərbaycan son illərdə Cənubi Qafqazda ən çox pul ayıran bir ölkədir. Tibbi avadanlıqlara. Və üçüncü, vətəndaşlar üçün bu xidmətin əlçatanlığı və bu səhiyyə sığorta sistemi nə qədər də nöqsanlar olmağına rağmen təbib ləğv olundu bu yaxınlarda, səlahiyyəti verdi Sosial Müdafiə Nazirliyinə falan. Amma 10 il bundan qabaq heç bu da yox idi da. 10 il bundan qabaq bu da yox idi. Bugün bu var. Sadəcə bunu da yaxşılığa doğru dəyişməyə çalışmaq lazımdır. Çünki uzun ömürlük, mən istəyirəm ki, Milli Məclis qərar qəbul eləsin ki, gəlin təqaüd yaşını Azərbaycanda 90'a qaldıraq. Çünki Azərbaycanlılar 130 il yaşayırlar. Bu təbii ki, səhiyyədən asılıdır. Bayaq bu həkimlərin fulkanzol məsələsi danışdığı. Bunu özlə mən daha çox bu Türkiyədə falan uzmanlığı bitirib gəlmiş yeni çağın həkimlərindən yox da, davamlı SSR həkimlərindən görürəm. Sualım ondan ibarət olacaq ki, ümumiyyətlə bu həkimlərin hələ də SSR protokollarına əsasən işləməsi nə qədər doğrudur və qoca həkimlər, yəni yaşlı həkimlər, keçmiş nəslin həkimləri bu mübarizədə niyə tab gətirə bilmirlər mübarizəyə? Yəni müasir texnologiya niyə ayaqlaşmaq istəmirlər? Məsələn o yaşlı həkimlərin bir çoxunun da oradan bildirdiyi arqument budur ki, əşi köhnə dövr ən yaxşısıdır, SSR ən yaxşısıdır. Onu deyir də, o bildiyi odur da. Yəni müasir texnologiyalara ehtiyac yoxdur. Hələ də antibiotik içsinsə sən üstündən fulkanzol içməlisən, amma artıq Dünya Səhiyyə Təşkilatının 2022-ci il yəni belə deyək də bildirişlərində bildirilir ki, artıq fulkanzola ehtiyac yoxdur, heç bir göbələk əleyhinə dərman ehtiyac yoxdur. Çünki antibiotiklər də müəssərləşib. Yəni o formula olaraq dəyişibdir. Ya belə deyək də, bir mobiloqrafın, bir hətta svarçikin, santexnikin yetişməsi üçün 1 il bəsdir. Sonra təcrübədə, yəni 1 il ərzində sən bunu yetişdirə bilərsən. Bir həkimin yetişdirilməsi üçün ortalama 12 il vaxt lazımdır ki, bu artıq o əməliyyat otağına girsin və əməliyyat başlasın. Yəni normal həkim 30 yaşda yetişir. Və bu yaşlı həkimləri saxlamaqda da çıxış yolu ondadır ki, bizdə regionlarda həkim çatmır. Bugünkü gün təqaüd yaşlı adamı göndərirsən, dövlət ki, bölgələrimizdə də həkim olsun, göndərir regionlara və təqaüd yaşını uzadaraq təqaüd da alırsan, işləyirsən də, amma regionlarda işləyirsən. Və regionlarda bunun 2 səbəbi var mənim fikrimcə. Birincisi, onların bu protokoldan kənara çıxmayaraq artıq müasir tibbdə olan o yeniliklərdən maraqlanmamaqları yaşdan əlaqədar. Yəni, baş ağrısı, diş ağrısı, qarın ağrısı analgindirsə, ala analgin. Halbuki artıq analgin qan xərçənginə gətirdiyinə görə qadağan olmuş bir maddədir. İndi bölgə rayonlarımızda da ola bilər ki, nəzarət biraz güclü deyil. Rusiyadan, sərhəddən, ya necəsə oradan-buradan bu dərmanlar gəlir, nə bilim, noşbasıdır, nimesilidir, baralginidir, karvaloludur, validoludur. Onlar təbii ki, ucqar o kənd apteklərində yəqin ki, tapmaq olar. Ucuzdur, əl çatandır, hamı mutlu qaldı. Məsələ nədir? Hamı gərək mutlu olsun. Amma
sistemli şəkildə biz hələ də çox asılıyıq xaricdən gələn dərmanlardan və farma sahəmiz artıq Azərbaycanda bad buraxan və yüngül dərmanlar buraxan birgə şirkətlər olmağına baxmayaraq bu sahədə hələ keçəcəyimiz yol uzun. Bütün bu problemlərin özəyində məncə təhsil dayanır. Təhsilin məncə biraz zəifliyi. Tibb Universiteti onu ümumiyyətlə mafiyadır. Yəni sən Tibb Universitetində kafedra müdürünün evlərini saysan, bax sadəcə demirəm ki, Tibb Universitetinin rəhbərliyinin adına olan mülklərin sayına baxsan, Tibb Universitetinin içində nə baş verdiyini açıq-aşkar görərsən. Necə fikirlərsən ümumiyyətlə? Tibb Universitetinin təhsili qənaətbəxşdir Azərbaycanda? Təbii ki, yox. Təbii ki, yox. Onlar özləri də bunu bilirlər. Sadəcə Azərbaycan tibbi biraz özünə gəldi Türkiyədə olan uzmanlıq məktəbinə görə. Onda belə çıxır ki, Azərbaycan Tibb Universitetində sadəcə bakalavr təhsilini bitirmiş bir şəxsə o qədər də güvənmək olmaz. Təbii, bu adam gedib heç olmasa Türkiyədə, Avropada qutardı, sonra bu gedib təcrübə qazanmalıdır. Yəni təcrübə də qazanır harda? Klinikalarda. Klinikada da təcrübə qazanmaq üçün bu gedib kiminsə qapazaltısı kimi işləməlidir, onu qəbul eləməlidir. O da onu qapazaltısı kimi götürmək üçün ya bunun bacısı oğlu olmalıdır, ya əmisi nəvəsi olmalıdır, ya xalası nəvəsi olmalıdır. Təbii ki, tibb industriyasında pul olduğuna görə burada ciddi bir mikro mafiya qurumlar var da, hansılar ki bu sahədə daha çoxdur, bu sahədə daha çoxdur, bunu əməliyyata buraxın, bunu otağa sal. Yəni bu pul çox olan bir sahə kimi təbii ki, burada oyunlar gedir. Amma Tibb Universitetinin özünün də rəhbərliyi bugünkü gün xəstələnəndə ciddi olaraq mən inanıram ki, ya xaricdən mütəxəssis dəvət edirlər, ya xaricə gedirlər. Son illərdə dərmanlardan əlavə də məşhurlaşan qida əlavələri. Məsələn, sink, maqnezium, D vitamini, C vitamini. Artıq demək olar ki, 10 nəfərdən 8-dən soruşanda ki, bəs bu vitaminlərdən falan hansısa qəbul edirsən, heç olmasa 3-ünü sadalayırlar və bir çoxu da ümumiyyətlə analizsiz falan. Məsələn, indi başa düşüləndi ki, məsələn, nə bilim, sinkdir, D vitamini də düzdür analizinə verir, amma məsələn, dəmir kimi məsələn bir qida elementi, qida əlavəsi analizsiz gedib öz-özünə alınacaq bir şey deyil. Öz-özünə də onu yəqin ki, almazlar da. Burada sənə iki yöndən sual vermək istəyirəm ki, ümumiyyətlə bir, qida əlavələri səncə həqiqətən də bir çıxış yoludurmu, yoxsa bir marketinq alətinə artıq çevrilibdirmi? İkincisi də cəmiyyətin bu qida əlavələrinə qarşı bu qədər güvənli olması, yəni hər şeyi artıq onda görməsi nə dərəcə doğrudur? 20 il bundan öncə biz gedib marketdən 1 kilo apelsin alsaydıq, onun tərkibindəki C vitamini həcmi daha yüksək idi, nəinki bugünkü gün alınan 1 kilo apelsin içində. Elementar C vitamini də bu mövsümi ORV viruslar olan vaxtı C vitamini bizə vacibdir, önəmlidir. B kompleks, məsələn B1 çayla yuyulur bədəndən çıxır. B6 əsəb sinir sistemi, B3 xırda kapilarların qidalanması, sink. Biz hansı qida yeyə bilərik bugünkü gün marketdən alıb ki, ondan biz sink balansımızı tarazlayaq. Təbii ki, amma kişilər üçün, testosteron üçün balqabaq tumunda maqni də var, amma balqabaq tumunda nə qədər adam yeyir? Sink də var, maqni də var. Çox faydalı bir qida növüdür. Elə B vitaminini də semiçkalardan ala bilərik. Amma o semiçkalar Çindən gəlir, bu boydadır və bilinmir nə cür, necə yetişdirilibdir. Ona görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də, məsələ insan Finlandiyada yaşayır, gündüz vaxtı 4 saat gün işığı çıxır. Təbii ki, bunun D vitamini çatışmazdır. D vitamini də yəni K2 ilə qəbul olunur ki, əlavə kalsi damarları gəncləşdirməsin, əksinə bu artroz falan xəstələr üçün sümükləri və o sümük yeyilməsinin qarşısını alsın. Yəni D vitamini ilə paralel maqni də içməlisən, çünki o gərgin iş rejimi, əzələlərin ağrısı. Ona görə məncə bunları yüngül ümumi o 30 manatlıq qan analizi verdikdən sonra insan baxa bilər ki, nəyi içsəm yaxşıdır, nəyi içməsəm yaxşıdır və bu qida əlavələri artıq bugünkü rasionumuzun geniş olmağı ilə bərabər vitaminlərinin az. Biz əvvəllər pomidoru avqustda yeyirdik. İndi il boyu pomidor yeyirik. İndi o pomidorun içindəki faydalı maddələr dekabrda da, martda da, avqustdakı kimi ola bilməz axı. Ona görə avqustdakı da pestisitlərlə böyür. Siz fikir verin, axır vaxtı meyvə tərəvəz hardan ki biz bu vitaminləri alırıq, necə xarab olur?
Çünki tərkibində azotdur. Onu heç soyuducudan çıxardırsan, forması qalır, əlini batırırsan, görürsən ki, batdı içinə. Ona görə mənim fikrimcə qida əlavələri artıq bugünkü müasir həyatımızın, hətta biz su alırıq butulkalarda 19 litrlik. O su ölü sudur. O çoxsaylı filtrlardan keçibdir. Onun içində nə dəmir var, nə kalsi var, yəni suyun tərkibində heç bir minerallar yoxdur. Hansı ki biz əvvəllər bulaq suyundan içirdik. Ona görə ola bilər ki, o suyun içinə sən yod əlavə eləyə bilərsən də ki, su yodlu olsun. Ola bilər ki, o suyun içinə müəyyən vitaminlər əlavə edə bilərsən. Bir də mövzunun davamında bir maraqlı, biz Türkiyə səhiyyəsini çox yuxarı qaldırdıq, amma Türkiyədə də bildiyiniz kimi bir çox sahələrdə xoşa gəlməz dələduzluq halları da var. Bu yaxınlarda mənə müraciət oldu ki, sənə reklamla bağlı bir təklifim var. Mənim üçün də çox önəmlidir, prinsipialdır. Özüm istifadə etmədiyim bir məhsulu heç vaxt heç kəsə tövsiyə edə bilmərəm. Çünki mənim ilk elə bu izləyici auditoriyam mənim dostlarımdan, tanışlarımdan və geniş əhatə dairəmdən ibarətdir. Və deyirlər deməli nədir? Azərbaycana gəlirik, Türk klinikalarından biridir. Və pulsuz diaqnostika edirik insanlar üçün. Artıq burada mənə bir danq elədi ki, burada nəsə var. Pulsuz diaqnostika, pulsuz pendir ancaq sıçan tələsində olur. Deyirəm, bəs nə? Biz orada diaqnostika edərkən insanlarda istənilən halda xəstəliyi tapacağıq. O insanları aparacağıq, Türkiyədə artıq özümüzdə əməliyyat etdirəcəyik. Və sizə bloger olaraq o əməliyyatlardan 20% pul verəcəyik. Dedim, öpürəm sizi, özünüzə yaxşı baxın, Allah canınızı sağ eləsin. Yəni, bu bilirsiniz nədədir? Bir ara blogerlərin böyük əksəriyyəti reklam eləyir deyə ki, Temudan bunu tam pulsuz aldım, linka tıklayın siz də alın. Bu saat mənə pulsuz gəldi, bu köynək, nə bilim, trend yoldan aldım cəmi 3 manata. İnsanlar tıklayırdı, alırdı, oradan faiz gəlirdi. Yəni, bu hələ haradasa qəbul oluna bilər də. Burada yəni əxlaqi, insani dəyərlərdən kənara keçmirik. Amma sən nasaz bir insanı gətir və ağ xalatlı bir adam girsin, ona desin ki, həmən sənə əməliyyat etmək lazımdır, yoxsa vəziyyət acınacaqlıdır. Mən özüm bu vəziyyətin qurbanı olmuşam. Ukrayna səhiyyəsində 2016-cı ildə MRT-dən sonra mənə dedilər ki, sənin başında əməliyyat olmasa, sənin 3 aydan 6 aya qədər ömrün qalıbdır. Və mən xatırlayıram ki, mən o klinikadan çıxdım, Kamarovski küçəsindən gedirəm, qaranlıqdır, maşınlar keçir və o anda bütün həyat gözümün qabağından keçir ki, mənim ömrümə nə qədər qalıb, 3 ay, 6 ay, mən öləndən sonra nə olacaq, bəs ailə üzvləri, kim, nə, necə, mən indi burada qalım, davam edim, yoxsa təsadüf nəticəsində yenə də Almaniyadan bir dostumuz gəldi, onun yoldaşı radisti, dedi, bir dənə o MRT-ni ver mən Almaniyada. 3 dənə Almaniyada professora göstərdi, dedilər, əməliyyat qətiyyən olmaz. Bu baş əməliyyatı idi və dedilər, bu əməliyyat olsa, bu adam ən yaxşı halda ömürlük yataq xəstəsi olacaq. Yəni, bu da Ukrayna səhiyyəsində də xarici bir vətəndaşam. Gəlmişəm, təbii ki, düşünüblər ki, yəni 5.000, 10.000 pul qazana bilərik bundan, elə belə götürə bilmərik ki. Lazım olmayan əməliyyatı buna yazaraq, bunu eləmək daha rahatdır və bəlkə də həmin məqamdan sonra mənim həyata bəzən deyirlər, çox pozitivsən, deyirsən, gülürsən. Həyata yanaşma fəlsəfəm bəlkə də 2016-cı ildən sonra, məhz o hadisədən sonra məndə dəyişdi.